Taylandın paytaxtı Bangkokda keçirilən World Mathematics Team Championship yarışında Azərbaycan komandası böyük uğur əldə edib. Kaliforniya Berkeley Universiteti tərəfindən təsis olunan bu nüfuzlu beynəlxalq riyaziyyat çempionatında ölkəmizi Global Olimpiyat Center adından təmsil edən Zəfər komandası Advanced kateqoriyasında 3-cü yerə layiq görülüb. Bu kateqoriya dünya üzrə ən güclü riyazi komandaların mübarizə apardığı qrupdur. Şagirdlərimiz Çin, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, Yaponiya, Cənubi Koreya, Avstraliya kimi 20-dən çox ölkənin komandaları ilə rəqabətdə yüksək nəticə göstəriblər. Kenan Sadıqov, Nuray Hüseynli, Raul Quvalov, Zəhra Abdullazadə, Ziya İsmailov komandanın tərkibində olub. Yarış 3 mərhələdən ibarət olub və ilk mərhələdə iştirakçılar fərdi raundda riyazi tapşırıqları həll ediblər. Ardınca yarım komanda mərhələsi olan estafet raundu keçirilib. Son mərhələdə isə tam komanda raundu baş tutub və şagirdlər bu hissədə yüksək koordinasiya, məntiqi düşünmə və komanda işi nümayiş etdiriblər. Azərbaycan komandasının əldə etdiyi bu nəticə ölkəmizin riyaziyyat sahəsində artan potensialının və şagirdlərimizin beynəlxalq arenada güclü rəqiblər fonunda öz sözünü deməsinin daha bir göstəricisidir. WMTC Olimpiyadasında birinci medalı aldıq. Təbii ki, gönül istərdi ki, daha yaxşı nəticələr alaq, amma yenə də, bununla belə, çox övünürük. Çünki orada çox çətin suallar var idi. Biz sona qədər inanmırıq ki, medal alınacağıq, amma sonra inanılmaz hadisə oldu. Başda ailəm olmaq üzrə Global Olimpiyat Centerə təbrik edirəm. Həm də çox təşəkkürümü bildirirəm. Xəyal müəllimə, Əli müəllimə, Ənvər müəllimə çox təşəkkürümü bildirirəm. Bu uğur təkcə bizim deyil, həm Azərbaycanın uğurudur. Çox təşəkkürlər. Biz WMTC Olimpiyadında bürünc medal çatdıq və baxmayaraq ki, orada bizdən daha güclü komandalar var idi. Biz yenə də bu nəticəni əldə edə bildik və ölkəmizin başını qaldıra bildik xaricdə. Hər biriniz çox sağ olun. Bu imtahanda iştirak etmək mənim üçün böyük bir uğur idi. İmtahan çox gərgin keçdi və sonunda biz bürünc medala layiq görüldük. Bu imtahan təşkil edilməsində iştirak edən bütün müəllimlərə təşəkkürümü bildirirəm və komanda yoldaşlarıma uğurlar arzu edirəm. Taylandın paytaxtında keçirilən bu maraqlı və dünya riyaziyyat çempionatında Azərbaycan komandasının uğuru həqiqətən də bizi çox sevindirdi. Global Olimpiyat Centeri olaraq artıq neçənci dəfə ki, bunu biz təşkil edirik və Azərbaycan komandasının bu dəfə gedib artıq nailiyyəti ikinci dəfə təkrarlanması bizə çox böyük bir sevinç qatdı və eyni zamanda komandamızın uğuru bizə əsas gətirdi ki, artıq biz gələn il 2026-cı ildə dünya riyaziyyat çempionatında ev sahibliyi eləyəcəyik. 29 noyabr və 2 dekabr tarixlərində artıq dünyanın ən yaxşı komandaları Bakıya gələcək və vətənimizdə Global Olimpiyat Centeri təşkilatçılığı ilə növbəti çempionatı biz təşkil edəcəyik. Bu nədən asılıdır? Bu istedadlı balaların və bu istedadlı gənclər sayəsindədir. Mən inanıram ki, bunların gələcək təhsil nailiyyətlərində, təhsil karyeralarında böyük rol oynayacaq və onlar istədikləri yerlərdə təhsil alacaqlar və bugünkü xatirələri heç vaxt unutmayıb daha böyük xatirələr bu uğurların üzərinə əlavə edəcəklər. Təbrik edirəm.